fəsillərdə, daha doğrusu qış fəsilində, bir də yaza doğru insanların şikayət eləyəcəyi deməli, xəstəliklərdən də biri, təbii ki, yəqin ki, bu xronika hala çevrilib artıq müəyyən insanlarda, migren xəstəliyidir. Migren xəstəliyidir, hamı başını tutur, nə bilim deyir, başım dağılır, boynumun arxasından ağrı gəlir, vurur gözümə. Təbii üsullarla necə müalicə eləyirsiniz bunu? Ümumiyyətlə, migren bəzi insanlar var ki, deyir ki, sağalmayan bir xəstəlikdir, onun müalicəsi yoxdur, dava dərmanla yoxdur. Belə deyirlər il arasında, bilmirəm nə dərəcədə düzdür, səhvdir. Amma təbii üsullarla siz necə müalicə eləyirsiniz? Samir bəy, çox sağ ol aktual bir suala görə. Çünki migren xəstəliyin iynə dərmanla müalicəsi yoxdur, heç bir yerdə yoxdur. Bizdə niyə var? Biz təbii üsullarla müalicə edirik. Yəni, arı zəhəri, zəli, fermentləri, məcunlar, məlhəmlər və o tam təsadüf olan bir şeydir. Və bugün mənim həkim kimi ölkədə, müəyyən ölkələrdə, xaricdə tanınmağımda migren xəstəliyi nömrə 1-dir. Mənim bu saydığım Dünya Çin Təbabəti Konfederasiyasının üzvü, keçmiş seyirdən Türk dünyasından mənəm yalnız. O bir migrenə görə mən gedib çıxmışam. Yaponiyanın Beynəlxalq Boyuzka Təşkilatı, UNESCO-nun Xalq Yaradıcılıq Təşkilatı, Azərbaycan bölümünün rəhbəri, UNESCO-nun Xalq Yaradıcılıq Təşkilatının prezidenti xanım gəlmişdi Azərbaycana. Dəyərli dostum, Azərbaycan Milli Kulinariyasının qurusu Tahir Əmrəslan onu mənim yanıma gətirdi. Bizim işə baxdı və dəvət elədi Çində keçirilən kongresə. Yəni, orada nədən gedir söhbət? Niyə? O beyin toxuması həmin anda istər menstrual sikl əvvəli, aybaşı əvvəli qadınlarda, ya sonrası, ya başını yuyanda soyuq olanda, ya külək olanda, ya ac qalanda, ya yuxusuz qalanda, kişilərdə xüsusilə yuxusuzluq olanda, ac qalanda, əsəbləşəndə. Görürsən, ondan sonra bir an beyin toxumasına gedən damar sıxılır, daralır biraz və o toxumanı qidalandıran oksigeni miqdarı azalır. Kanın miqdarı azalır. O, uşaq ac qalanda ağlayır, beyin toxuması ağlaya bilmədiyi üçün ağrıyır. Ona görə sən ona kofe verəndə, həmin yeri masaj eləndə, isti qoyanda, sonra bankə qoyanda, görürsən ağrılar azalır. Ya yatıb duranda, Biraz azalır. O, ilkin dövrdə hətta keçə bilər. Yəni, yüngül formada keçə bilər. Ağırlaşanda isə, sonra biraz tabletlər ağrı kəsici köməklir, iynə kömək, sonra onlar da kömək eləmir, heç nə kömək eləmir. Bu adamlar həyatdan bezirlər və yaşamaq istəmirlər. Eləsi olur, yaşamaq istəmir ki, mən neyim? Baş ağrısı məni öldürür. Və orada da dediyimiz kimi, biz indi uzun illərdir bu işlə məşğuluq. Doktor Seyfəddin klinikasında. Bu dəqiqənin özündə də bizdə daimi xəstələrimizin böyük faizi migren xəstələridir, zob xəstələridir, oynaq xəstələridir, ürək-damar sistemi, qan təzyiq xəstələridir və yaxud da ki, digər qalan saçdan dırnağa səhən sözün olmasın, hamının müraciəti var. Ancaq ən əsası, məsələn, zobdur, getdim, düyünlü zobdur, bir əməliyyat elətdi. Səhv, düz elətdi. Ancaq burada yolu yoxdur, başını kəstirəsi deyil. Qonşu pisli köşdü, nə bilim, biri pisli boşandı, biri pisli bir yol tapdı. Bunun dişi pis, ağrıdı, çəkdi. Başı mümkün deyil, hələ mümkün deyil. Calayırlar. Amma arının? Bu dəqiqə calayırlar, gənə baxmır sözə. Hələ tuşduramırlar. Eksperimentlər eləyirlər amma... Yox, çox yaşamır, həm də tuşduramırlar. Dırdan. Mənərəm ki, o da alınacaq. Ancaq ona qədər biz insanları baş ağrısını azad edirik. Tamam, bəli.